dəyərləri götürmüşük, olmuşğanımız alverçi maşinlik. Rasim Balayevlə incikliyiniz var idi. Adicə bir karyer əldə etmək üçün buramızı şişirdirik. Vətəndaşlıq statusunu itirmişik. Xalq artistine, profesör, akademik, adi bir adam, o məndən artıq, əlbəttə səndən artıq. Yaddaşımızı körşaldıblar, artıq biz dostla düşməni tanıya bilmirik. Kütlə olmuşuq artıq, çox təəssüf. Təhsil sisteminə qarşı çox ciddi etirazlarım var. Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bizim bucaqdasınız. Bizim bucaqda bu dəfə kinodan danışıq. Niyə Azərbaycan kinosunun əvvəlki canlılığı yoxdur? Bəlkə də kinomuz var, amma Qanlı Zəmi, Tütək Səsi və digər adını çəkmək olar ki, bir çox kinolarımız var ki, həmin canlı təsvirləri bugün biz görmürük. Problem nədədir? Kino işindədir, aktyordadır, rejissordadır. Bütün bunların hamısını xalq artisti, Dövlət mükafatı laureatlı Şeyx Əbdül Mahmudbəyovla söhbət edəcəyik. Xoş gördük sizi Şeyx. Təşəkkür edirəm. Olar mən girişə klassik bir müdürü kəlamla başlayayım. Buyurun. Çünki hər şey onun içindədir. Biz onları o dəyərləri itirmişik də qalmışıq, olmuşuq bozbulanıq bir millət. Kütlə olmuşuq artıq, çox təəssüf. Deyəndə də inciyirlər. Dədəm Qadir deyir ki, yəni Qorqud deyir ki, hanı dediyim bəyərənlər, dünya mənimdir deyənlər. Əcəl utdu, yer gizlətdi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya, sonucu ölümlü dünya. Yəni, hər bir kəs bu müdrik kəlam içində bir vətəndaş ruhunda formalaşmalıdır. Bilməlidir ki, bu dünyaya gəlib gedir və qoya biləcəyi bir miras. Bu mirasın adı vətəndir, xalqdır, dəyərlərdir, milli mənəvi ölçülərdir. Çox təəssüf ki, bugün dəyərləri götürmüşük, olmuşğanımız alverçi, ondan sonra maşinlik, ondan sonra adicə bir karyer əldə etmək üçün buramızı şişirdirik, buramızı adlayırıq filan. Və bunların da hamısı gəlir, səndən keçdi, mənə dəydi, məndən keçdi, sənə dəydi, səndən məndən keçən zərbi, vətən sənə dəydi, gəlir dəri vətənə. Demək, biz bugün vətəndaşlıq statusunu itirmişik qızım. Hər şeydən əvvəl biraz da vətəndaş olmaq lazımdır. Başa düşürsünüz mü? Bu mənada nə qədər danışsaq, nə qədər desək də xeyri yoxdur. Çünki kütləvi şəkildə bir şey pozulur, dağıdılır, mərkəzləşmiş şəkildə. Və bu mənada mən çox gücsüzəm, mən çox imkansızam. Mənim topum yox, tüfəngim, mənim gücüm sözümə çatır, bir də özüm qurduğum ailə əxlaqıma çatır. Bu da göstərici deyil, o da 5-3 nəfər bilir, 10 nəfər bilir falan. Mənim evladlarım itaətdədir, mən nə qədər evdə mənim yanımdadılar. Ayaqların qapıdan bayra qoydu, onlar cəmiyyətin adamı. Cəmiyyət hansı istiqamətdənsə, onlar da o istiqamətə gedirlər. Ən azı istiqamətə tərəf tuşlanırlar. 5 il gez, 3 il gez, bir gün gez, gedib qoşulacaqlar, olacaqlar cəmiyyətin adı kütləsi. Və bu mənada mən deyirəm, danışıram, çox qəribədir ki, mən əvvəl elə bildim, mən qəhrəmanlıq eləyirəm, ağıllı söz deyirəm, təkliflər verirəm, sən demə çox pis görürəmiş. Sən demə ağıllı təklif vermək, millətin, vətənin, dövlətin dərində qalmaq düşmən obrazıymış. Çox qəribə. Ona görə də son vaxtda danışmıram. Evdə uşaqlar da, nəvələr də, dedə, bəs də sanırlar, deyirsən, bizə düşmən kəsirlər falan. Amma müdafiə eləyənlər də çox. Bir saat mənlə Bakının küçələrində gəzsiniz, münasibəti görərsiniz. Amma fərdi şəkildə ayaqüstü münasibət, oturuşmuş, formalaşmış kütləvi münasibət yox. Mənə görə doğru yol sonunda gec olsa da, amma uğurun qazanacaqdır. Atalar deyir, gec olur, gücü olur, amma gec olur da qızım. İnsan nə qədər yaşayır ki, insanın 18 ili gedir uşaqlıq dövrünə, 18 ildən çalışır, təhsil alsın filan, təhsil aldı, sonra ailə həsiyyəti filan, bir də görürsən, qocalıq gəldi, kəsdi qapını alsın. Cəmiyyət sağlam olmalıdır ki, bu proses var, mərhələ formalaşma prosesi, bu rahat keçsin. Əbdül müəllim, indiki cəmiyyətimizin nəyindən narazısınız? Milli mənəvi dəyərlərin planlı şəkildə məhv olmasından. Siz təsəvvür edin ki, mən adi bir millətin evladı olsaydım, yəni biz adi bir millətin evladı olsaydıq, məni yandırmazdı. Bu millət, bax bizim xalqımız, bu 34 qol, yəni Türk dünyası, Türk tayfası, içində də ən ziyalısı bizik. Çünki digər Türk qardaşlarımızın nə Xəqanisi var, nə Nizamisi var, nə Nəsimisi var, nə Mirzə Cəlli var, nə Sabiri var və s. və s. Və bu mənada dünyanın ilk 2 mədəniyyətini yaradan millətsən sən. Yaylaq mədəniyyəti, qışlaq mədəniyyəti. Nədir bunlar?
Yaylar, qışlar deyəndə biz qoyun qızı düşünməməliyik. Yəni oturaq mədəniyyət, köç mədəniyyəti. İnsanlar iki mərhələli var. Ya insanlar oturub iş görür, ya da köç hərəkətdədirlər falan. Və bunun sən fəlsəfi elmiyyət düsturun yaratmısan. Oturaq mədəniyyət, köç mədəniyyəti. Oranın öz ədəniyyəti, qaydalı qanunları var. Oturaq mədəniyyətin öz qayda qanunları var. Yaxşı, belə bir sivilizasiya yaradan, belə bir mədəniyyət formalaşdıran millət bugün bu layiq olduğu bu günə, güzarana üzr istəyəm, layiq deyilək. Və bu mənada mən yenə düşünürəm, mən üçün 3 müqəddəs dəyər var. Mən bu dəyər içində əziyyət çəkirəm. Maddi tərəfdən, mənəvi. Bax, mən müalicədən gəlirəm. 250 manat mənə deyirlər, xəzinəyə pul köçür. Mən, vallahi mənim o qədər pulum yoxdur, biz gəldilər, tanıdılar. Haradasa 150 manat köçürəsi oldu. Yəni, mən onu köçürməsəm, mənim canım xəstəliyi müalicə olum. Hansı ki, müalicə dövlət eləməlidir. Müalicə ya da mənim eləmək üçün maddi problemim olmamalıdır. Mənim statusum olan adamların samalyotu var, vertolyotu var, adası var, villaları var falan. İnsanların hamısı eyni səviyyədə deyil, mümkün deyil, ola bilməz. Çünki Allah Teala görürsünüz də DNK'lar yaradıb. Dünyada 8 milyard əhali var, heç azı DNK'sı üst-üstə düşür. Biz deyirik ki, filan kəs məndən artıqdır. Xalq artistine, professora, dövlət mükafatı, akademik, adi bir adam, o məndən artıq. Əlbəttə səndən artıq. Bu nə yanaşma? O sən tayin ediyorsun, nə sən onu tayin ediyorsun. Orta məxrəc nədir? Orta məxrəc fəhlənin də, alimin də, imkanlı adamların da, vəzifə adamların da vətən adlı müqəddəs dəyərdə birləşmələridir. Sən məndən üstünsən, mən sənin üstünəm söhbət ola bilməz, olmamalıdır. Hər kəs layiq olduğu, qadir olduğu, Allahın verdiyi dəyər çərçivəsində olmalıdır. Fikrimi çatdıra bilməm. Bəli, Əbdül bəy. Əbdül müəllim, bugünkü Azərbaycan kinosu sizi qane eləyirmi? Gəldik, çıxdıq əsas məqsədə qızım. Bəli. Əvvəla bugünkü kino anlamı yoxdur. Oturduğumuz kino studiya artıq neçə illərdir ki, xüsusi sifarişlər icra edir. Yəni özünün oturuşmuş kino çəkmək proqramısı, statusu yoxdur. Və biz də onun üçün komissiya yaratmışıq. Və bütün respublikalar müstəqillik qazanandan sonra ilk növbədə öz kino studiyalarını bərpa elədilər. Bizdən başqa. İndi müəyyən işlər görülür. Arka yaranır, Mədəniyyət Naziri sağ olsun. Fərdi qaydada çox mədəniyyətə, elmə, bilgiyə yatıblı oğlandır. Cavan oğlandır, milli ruhlu, vətənpərvər oğlandır. Çox böyük çalışır, kömək eləmək istəyir filan. Amma kompleks müalicə lazımdır qızım. Maddi texniki baza yaratmaq lazımdır. Kadrları formalaşdırmaq, yetişdirmək lazımdır. Və sonra bütün əlavə kino studiyaları tək elə adamlardan ibarət deyir ki, bizim asıl olduğumuz sexlər deyilən, neçə sexlər var, orada nələr var. Bunlar kompleks şəkildə bərpa olunmalıdır. Və bu mənada Bismillah eləmişik, başlanğıc görək indi inşallah var. Və bu da birinci şəxs səviyyəsində əldə olunmalı, yəni cənab prezident səviyyəsində. Biz indi 5 nəfərdə ibarət komissiya yaratmışam mənim təşəbbüsümlə. Ramiz Rövşəndir bizim böyük şairimiz. Hüseyin Mehdidir bizim məşhur kino rejissor, kino operatorumuz, Gildiyanın şefi. Ayaz Salayevdir məşhur kino xadimimiz. Ramiz Həsənoğlu'dur məşhur televiziya kinolar. Bir də ki mən. İndi müraciətləri filanları hamısını hazırlamışıq. Nazirlə razılaşdırılıb, Arkenlə razılaşdırılıb. İnşallah indi biz fəaliyyətə başlayacağıq və fəaliyyətə başlayandan sonra nə vaxt nail olacaq, nə vaxt nail olmayacaq. Yəni mərhələ başlayacaq. Yəqin ki, inşallah Azərbaycan kinosunun oyanışı gözlənilir. Məni sevindirən fakt odur ki, bugün nazirlikdə də, arkada da, kino studiyada olan yoldaşlar hamısı istəyirlər milli kinomuz bərpa olunsun. Hamısı nəsə eləmək istəyir. Və burada məni sevindirən ikinci hal nədir? Artıq Azərbaycan ziyalılarının içində, Elmlər Akademiyasında, ali təhsil ocaqlarında və parlamentimizdə mənim şəxsi əlaqələrim, dostların şəxsi əlaqələrin olan deputatlarımız var, millət vəkilləri. Bir 12 nəfər şəxsən mənə öz münasibətini bildirib deyilməli. Nə vaxt deyəsən biz imza atmağa hazırıq, tək ki milli kinomuz bərpa olunsun. Nə gözəl, sevindirici hal. El gücü, sel gücü. Bəli. Deyir canavar üzr istəyirəm təliyə gəlməyəndə güllüyə gəlir. Biz buna da hazırıq, amma kinomuz bərpa olunsun. İnşallah buna mərhələ başlayıb. Bugün elə müzakirəmizdə elə o da gündəmdə idi filan. Bilirsiniz, kinoya aid olmayan adamlar kinoya rəhbər gətiriliblər əvvəllər. İndikilər Allah'a şükür daha gözəldirlər, yaxşıdırlar. Elə mənasız proqramalar, elə mənasız nizamnamələr hazırlayıblar ki, statuslar ki, adam baxır gülməyi tutur. İndi bunlar artıq təsdiq olmuş nizamnamələrdir. Bunları yenidən dəyişmək, müzakirə eləmək, hansı yaxşıdan sap-çürük eləmək bu vaxt zaman tələb edir. Və inşallah iş başlamışıq, ömrü vəfalı olsa, hətta vəfalı olmasa belə artıq məsələ reisi üstünə qoyulub,
cavan uşaqlar gələcəklər, milli kadrlarımız formalaşacaq. İnşallah kino studiyamız bərpa olunacaq. Bayaq dediyim filmlər ki, ancaq onlara baxırsa, o filmlər hamısı bərpa olunacaq. 7 oğul istərəm, Qanlı Zəmi, Çiçək səsi, ümumiyyətlə Azərbaycanın kinomuzun intibah dövrü deyək də qızım. Bəli. İntibah dövründə çəkilən filmlər. Allah sizə can sağlığı versin. Elə hazırladığınız layihənin başında sizin özünüzü görmək şərti ilə Azərbaycan kinosu bərpa olunsun. Əbdül müəllim, sizin gözünüzdə yaxşı film nə deməkdir? Hansı detallarla olmalıdır? Qızım, onun bir cavabı var. Bu düsturdur. Bunu mən yazmamışam, ancaq mən təkrar edə bilirəm. Kino mədəniyyəti, kino sənəti ədəbi materialdan başlayan və rejissor sənətidir. Yaxşı müəllifdə, yaxşı operatorda, yaxşı rəssamda, yaxşı kompozitorda, yaxşı aktyorda hamısı rejissordan asılıdır. İndiki rejissorları necə dəyərləndirirsiniz? Bilirsiniz, mənim nə yaşıma, nə statusuma yaraşmaz, kiməsə qiymət verim, kiməsə qiymət verməyim. Adama deyərlər, qardaş, mən hasən kino çəkdim, bəlli olsun, mən yaxşıyam, ya pisəm. Ona görə mən bütün təbliğatımda deyirəm ki, cavanlara gəlir, İncəsənət Universitetini qutarıb, qoltuğunda diplomu, çoxsa qırmızı diplomla gəlirlər. Mən kino çəkirəm. Axı, mən nə bilim, bu uşaq düz çəkir, ya səhv çəkir, ya yaxşıdır, ya pisdir. Onun kim olmağını sübut eləmək, kino görüntülən sənət, göz qabağında olan sənətdir. Kino bağlı boxça deyir ki, deyəsən, sandıqda gizlənib içində. Və mən buna iş vereyim qızım. Və iş verəndən sonra mən onunla danışmağa, onun səviyyəsini bilməkdə məndə vizual, yəni əyani surətdə imkan yaranır. Həm o cavan oğlanlar bilinir ki, hansı istidat, hansı çəkə bilir, hansı çəkə bilmir. Həm də seçimdə Allahçına yox, konkret faktlarla seçilir. Mən görürəm, bu uşaq istidatlıdır, bu uşaq istidatlıdır, bu çəkə bilir, çəkə bilmir. İndi yaxşı kino çəkmək üçün güclü aktyor lazımdır, yoxsa yaxşı ssenari? Sözsüz ki, bunlar üçlükdür, ədəbi material, rejissordur və maliyyə məsələsidir. Maliyyə məsələsi. Ədəbi material yüksək səviyyədədir, rejissor yüksək səviyyədədir. Əgər maliyyə yoxsa neyinəcək? Kino rəsm əsəri deyir ki, götürün bir də kiçik bir də varağı götürün, başlayayım şəkil çəkim. Yaxud mahnı deyir ki, pianoda kökləyim, oxuyayım falan. Və yaxud nə bilim, şair deyir ki, oturum güzləyim, yazım şeirimi, aparım, çap elətdirim. Bu kütləvi informasiya vasitəsidir. Bu kütləvi sənət, sintetik sənətdir. Burada rejissor başda olmaqla incə sənəti təmsil edən, ədəbiyyatı, incəsənəti təmsil edən bütün sahələr bunun içindədir. Və bunların da rəhbəri rejissordur. Əbdül müəllim, əlinizdə elə bir əsər varmı ki, müraciət etmişsiniz və sizə maliyyə ayrılmayıb ki, siz onu həyata keçirəsiniz? Onun ən böyük faciəsini yaşayan bu Şeyx Əbdül Mahmud Bey özüdür. Şah İsmail Xətai ilə bağlı. Şah İsmail Xətai ssenarisi mənə Ulu Öndər özü şəxsən sifariş verib. Oqtay Mirqasımov buradadır, onda nazirimiz Oqtay Mirqasımov verir, Hüseyin Mehdi müavini. Mən qızım artıq Şah İsmail Xətainin hazırlıq dövrünə başlamışdım. Heydər Əliyev dünyasını dəyişəndən sonra dayandırıldı, pul da xərclənmişdi. Bugün də dayanıb, bəlli deyil, heç kəs mənə cavab vermir, niyə dayandırılır? Dayandırılmağın səbəbi əsli bəllidir, çünki kinostudiya kino çəkmək iqtidarında deyil artıq, əgər dövlət təminatı olmasın. Və mənim əlimdə 4 seriya Şah İsmail Xətai ssenarisi qızım, 2 seriya Ağa Məhəmməd Şahqazər ssenarisi, 2 seriya Qan yaddaşımız Tarix Erməni yalanları və nəhayət Qarabağ Bülbülün bayatıcı ilə yar deyirlər, heç mənə demirlər. Aysona Bülbüllə Natəvan xanımla bağlı. Senarilər yazmışam, bu müddət ərzində ki, mən kino çəkməmişəm. 5 ssenar işləyib ortaya qoymuşam. Mənim televiziyada verilişim vardı, tarixi dəyərlərimiz, milli mənəvi ənənələrimiz falan. Onu mənə dayandırdılar, mənə işdən çıxartdılar ki, müdürlər də çıxartdılar. Dedilər, sən milli ədavət yaradırsan, erməniləri təhqir edirsən. Mən erməniləri təhqir edirəm, erməniləri mən ifşa edirəm. Erməni deyir ki, Adəm Peyğəmbər də ermənidir, Allah da ermənidir, yer yurt hamısı ermənidir, Azərbaycan yoxdur, bizdən torpaq da bizim xalqdır, danışan da yoxdur. Mən də onları konkret, onlardan faktlarla, dəyərlərlə, axırı bir kitab buraxdım mən, verilişi bağladılar, filmi dayandırdılar, kitab buraxdım. Nə əziyyətlə, fərdi şəkildə bir nəfər kömək elədi filan, cəmi 200 nüsxə buraxdım. Adını da qoydum, Tarix Erməni yalanları və Qan yaddaşımız. Bu millətin yaddaşı körşalıb, qızım. Bizim yaddaşımızı körşaldıblar, artıq biz dostla düşməni tanıya bilmirik. Bugün az qala deyirlər ki, erməni də gələ öpüşməliyik, görüşməliyik. Bu sənin qan düşmənidir, gen düşmənindir. Erməni səninlə barışığa gələcək, marağı varsa. Lazım olmayanda gələ səni xəyanət edəcək, necə ki, 1000 illər eləyib, gələ eləyəcək. Mən bunun barışığın əksinə deyiləm, qızım, barışığın tərəfdarıyam, onsuz da hər şey barışıqdır. Amma baxır hansı millətlə, hansı şərtlərlə və necə. Əbdül müəllim, gənc aktyorların ən böyük problemi nədir sizcə? İşsizlik. Aktyor, qızım, işlək məxluqdur. Aktyor
nə boyda artist olsun, əgər o 1 il, 2 il çəkilməsə, ya teatrda oynamasa, aktyorun yeri teatrdır qızım. Teatr aktyor sənətidir. Kinosu da aktyor sənətidir, kinosu da rejissor sənətidir. Bura hamı dəvət olunur, sonra çıxır gedir. Bu artist yazır, kinoya çəkilmir, teatrda rol oynamır. Və bu istedadın harada göstərsin, necə inkişaf eləsin? Ona görə də teatrlar çox güclü sürətlə işləməlidir. Hətta mən demişdim ki, teatrlar özünün studiyasını açmalıdır, öz aktyorların tələbəsini yetişdirməlidir. İncəsənət müzikinə tələbə yetişdirəcək. Biri var, tələbə az dramanın içində, gənc operanın içində yerləşsin, artistlərlə mühitdə yerləşsin. Bir də var, auditoriyada oturur və sən belə deyə etüd göstər, o yüzden tələbə olmur. Ümumi təhsil olur. Ona görə də hər teatrın, necə Moskva ümumiyyətlə Dünya Teatr Məktəbinin dədəsidir. Nemiroviç, Stanislavlar, Meyerholdlar, kimlər. Və bu ənənə var. Və bizdə də bu ənənə var idi. Ona görə də hər teatr, Muxatın öz studiyası var, Böyük Teatrın öz studiyası var, nə bilim, Gitsin öz studiyası, hamısının öz studiyaları var. Yəni teatr fəaliyyət göstərərək həm də öz kadrların yetişdirir. Və bu mənada mən düşünürəm ki, teatrlar özləri öz studiyalarını açıb, həm də tək incəsənət ünsü arxeni olmamalıdırlar, həm də öz kadrların öz işlərində formalaşdırmalıdırlar, o mühitdə yetişdirməlidirlər. Əbdül müəllim, İncəsənət Universitetinin tələbə hazırlamağı sizi qane eləyirmi? Ümumiyyətlə universitetin fəaliyyətindən razısınızmı? Siz mənim zəif yerimdən yapışırsınız, mənə qana çalxalayırsınız, qana çəkirsiniz. Mən ona münasibət bildirmişəm, ona bildirirəm. Mən tədris Azərbaycanın bugün tək elə İncəsənət Universitetində yox, bütün sistemində mən bu təhsil sisteminə qarşı çox ciddi etirazlarım var. Çox ciddi təkliflərim var. Nədən ibarətdir etirazlarınız? Təhsil Naziri də var, tələbə qəbul komissiyası da var. Bunlar neylə məşğullar? İcra strukturu da var, bələdiyyə də var. Bunlar neylə məşğullar? Səhiyyə Naziri də var. Sonra nədir? Təbib də var. Təbib də var. Bunlar neylə məşğullar? Başa düşürsünüz? Yəni, o mərhələ ki, bunlar lazım edilər bütün sahələr üzrə, o mərhələ keçib, artıq təmizlənmək vaxtıdır, ələnmək vaxtıdır. Bizdə bu proses çox gec gedir. Layiq olmadığı halda ön planda olanların sayı çoxdur və niyə? Mənim bugün ən böyük yaralı yerim dost itirməyimdir qızım. Hərdən adam deyir ki, Allah falan kəsə uzun ömür versin, mənə deyirlər uzun ömür verir, Allah sənə sağlam böyütsün falan. Mən ondan əsəbləşirəm, mən ləzzət almıram artıq çox yaşamağımdan. İnsan yaşamağı iki şeylə bağlıdır, torpaqla bir də dostlarla bağlıdır. Yəni ailə müzakirə edir, ailə mütləq mühüm adam. Mən bugün demək olar ki, dostlarımın 80%-ni itirmişim. O insanlarla ki, təhsil almışıq, o insanlarla filmlər çəkmişik, çətin günlər görmüşük, çətin çəkilişlərdə olmuşuq, sənət əsəri yaratmışıq, böyük müzakirələrdə, mübarizələrdə olmuşuq. Bugün onlar yoxdur. Mən onlar haqqında xatirə danışanda əzab çəkirəm. Ən sonuncu itirdiyim də Rasim Balayev. Rasim Balayevin kinoya gəlməsində mənim xüsusi mövqeyim və çox böyük iştirakım olub. Çox mühüm iştirakım olub. Bugün Rasim Balayev kimi aktyoru itirmək, özdə bilirsiniz, mən niyə görə təhsildən həmişə deyirəm, təhsilimizin məni qane eləyən tərəfi odur ki, gedənlərin yerini doldura bilmir. Məsələn, Hökmə Qurbanova, Leyla Bədirbəyli, Ələsgər Ələkbərov, Ağadaş Qurbanov, Sirgürorla getdi, yerinə Turabovlar gəldi, yerinə Ahmet Xənizadələr, Kemal Xudaverdievlər gəldi. Yəni, nəsil gəldi. Bugün o nəsil gəlmir. Məsələn, bugün Balayev əvəz eləyəcək adam yoxdur. O səviyyədə. Biz artıq kinonun o dövrünü qapamışıq mı? Elxan Qasımov, Ceyhun Mirzəyev əvəz eləyəcək, Fazil Salayev, Səməndər Rzayev əvəz eləyəcək aktyorlar yoxdur, yetişmirlər. Çünki təhsil sistemi düz qurulmur. Fikrinizcə artıq Rasim Balayevin dövrü bağlanıbdır. Bizə aktyor yetişə bilərmi, yoxsa artıq vidalaşmışıq suala bir mı aydınlıq mərhələyə? gətirim. Dövr bağlanıb, aktyorun dövrü bağlanmır. Aktyor əbədi bir sənətdir, yaradıb qoyub çıxıb gedir. Min illərdə bundan sonra kinolar var, tamaşalar var, aktyorlar yaşayırlar. Söhbət ondan gedir ki, onlara layiq səviyyədə, o səviyyədə ola biləcək yetişirmi? Bəli. Məsələn, amma aktyor ölmür, aktyor cismən ölür. Aktyor hardadır deyə dünyanı gəzir. Bütün filmlərimiz falan demirəm falan. Və aktyorun böyük xoşbəxtlik ondadır ki, aktyor fiziki tərəfdən ölür. Əbdül müəllim, Rasim Balayev səviyyəsində aktyorlar yetişirmi, yoxsa biz artıq o dövrü bitirmişik? İnamsız, ümidsiz adam deyiləm qızım. Su gələn arxa həmişə gəlir. Mən yenə deyirəm, yenə qayıdıram təhsilin üstünə, tədrisin üstünə. Bəçeşmi ki, zat demişkən, məktub demişim, bəçeşmi. Bəlkə əgər düzgün qurulan təhsil sistemi olsa, tədris sistemi olsa, mən dedim sən, xalq istedadlıdır, xalq üçün həmişə istedadlı insanlar, genetik olaraq bu xalq istedadlı xalq.
Bizim oğrumuz da istedadlı, doğrumuz da istedadlıdır. Rəhbərlərimiz də, vətəndaşlarımız da falan çox qəribədir. Bu çox istedadlı xalq. Amma formalaşdırmaq, o sistemi qurub bu insan ağı qaradan, yaxşını pisdən ayırmaq lazım, obyektiv surət. Elə sahələr var ki, orada göz yumur, yola vermək olar. Amma o şey ki, xalqın əxlaqı ilə, mənəviyyat, ideologiya, təbliğatı ilə var, orada göz yummaq, orada üzr istəyirəm, tərəfkeşlik, ailə bazlıq, tayfa bazlıq, qohum-əqrəba bazlıq eləmək ən böyük xalqa və dövlətçiliyimizə, gələcəyimizə vurulan xəyanətdir. Ona yol verilməz. Əbdül müəllim, 2 il bundan öncə müsahibələrinizin birində demişdiniz ki, Rasim Balayevlə incikliğiniz var idi. O inciklik necə idi? Davam Bu edirdimi? artıq çevrilmiş səhifədir. Bizim şəxsi münasibətdə olmayıb narazılığımız. Demək, o qarma-qarışıq zəmanədə Rüstəm Azərbaycan Kino İttifaqını qoyub qaçdığı, prezident olmaq istədi, getdi, zada qoşuldu, qaçdı, çıxdı, getdi, ittifaq qaldı yəsiz. Və ittifaqın yəsiz qalmasını istifadə elədilər, ikinci bir ittifaq yaratdılar. Kino bir, camiyə bir, ikinciyə nəyə ehtiyac var? Və çox qəribədir ki, birinə Şəfiqə xanım, mən tələbə yoldaşım, dostum, canım, cigərim. Birinə də yəni canım, cigən Rasim Balayev. Və bunlar bir araya gəlmək istəmədilər. Mən də kinonun xəstəsi olan, kino üçün yaşayan bir adam kimi heç kəslə danışmadım. Mən gördüm ki, artıq bizim kino camiəmiz ölüm bir tərəfdən azalırlar və şəxsi ədavətdə yarısı orada, yarısı burada qarşı durmalar yaranır, sosial problemlər yaranır. Və mən onu da gündəmə gətirdim, məsələ qoydum ki, ittifaqlar mütləq birləşməli və onsuz da bir olmalıdır. Ayrı ola bilməz. Bir kino necə iki ittifaq ola bilər ki? Özdəki ittifaq axı kino çəkmir, ittifaq ictimai təşkilat. Və əksinə bunlar ictimai təşkilat olaraq çox ciddi qarşıdurma kino camiəmizdə parçalama yaradırlar. Mən bir il sərhəsər bu işə görə bunlarla mübarizə apardım. Sağ olsun Adil müəllim, nazirimiz də mənim tərəfimdə tutdu. Sağ olsun prezident aparatı buna razılıq verdilər. Sağ olsun bizim ağıllı kino xadimlərimiz, camiə üzvlərimiz hamısı tərəfini saxladılar. Və o ərəfədə onların günahlı ucbatından ki, vəzifədən qırr eləyib yapışmışdılar. Onda məndən biraz inciklik oldu. Və amma növbəti konferansda ikisi də durdu ayağa, yazılı surətdə istifa verdilər və dedilər, şeyx düz deyir, cəmaətin içində. Dedilər, şeyx biz bir araya gəlməliyik, bir yerdə olmalıyıq. Ona görə Şəfiqə namizədini geri götürdü və Rasim Balayevi seçdik. Və narazılıq bununla sonra barışdıq, çıxdı getdi. O rəhmətə getməzdən əvvəl necə idi münasibətiniz? İkimiz də eyni vaxtda xəstəxanada yatırdıq. Demək, bunu qeyd eləyərsə, demək, Türkiyə hazırlaşırdı, mənə zəng elədi, dedi, bəs mən Türkiyə gedirəm, istəyirsən bir yerdə gedəyim. Dedim, mən heç yerə gedmirəm, mən ölsəm də burada öləcəyəm. Özə mənim o xəstəliyini bilmirdim, biz bilirdik Irak. Dedim, mən artıq sağalmışam, çıxıram falan bəsmək, inşallah sən ged gəl, gələn kimi qurultayımızı keçirdik, sən rəsmi sədr, bir də sədr seçirik falan bəsmək. Çox təəssüf olsa getdi, gəlmədi. Yəni, telefon söhbətimiz olub, Türkiyə gedməmişlər mən. Üçündə mən mindim avtobusa, gəldim Fəxri Xiyabana qızım. Mən həmişə elə eləyirəm, dostlarım elə yad eləyirəm, tək başıma gəlirəm, otururam, dərdləşirəm, söhbətləşirəm, dərdim onlara danışıram və sonra biraz rahatlanıb çıxıb gəldim. Gəldim 40 dəqiqə, sağ olsun, axranım, uşaqlar mənə icazət də verirlər. Oturdum Rasimlə, onun şəklinə, məzarın üstündə. Xeyli dərdləşdik, xeyli danışdıq. Dilək-güzarları gətirdim gündəmə, onun küsümüzü gətirdim gündəmə, səhvlərimizi dedim filan ki, nə oldu, sən haqq dünyasındasan. Mən elə günah yığa-yığa bu haqq dünyada yaşayıram və inşallah çalışıram ki, mənlə təmizlənim ki, axirət dünyasında bulanıq çirkli gelməyək də filan. Və sizə 2 dəfə etiraf edirəm mətbuata və çox rahatlıq tapdım. Oradan gəzə-gəzə gəldim, funikulora mindim, gəldim birbaş Azneft meydanına. Oradan da birbaş gəldim Azdraman yanında olanlar, Qış Parkının yanında. Gəldim, çox sonra mənə deyirlər, mən cuma axşamına 3-ə bilməyə çatmır belə şey. Yığılırlar orada, üzr istəyən, plov yeyək ki, hamısı durub dağılır. Mollanın fatihəsini gözləmirlər, tələmtürəsi yeyirlər, çox durub dağılır, bir yeməyə gəlir. Ona görə də qızım, mən özüm fərdi şəkildə Balayevlə görüşdüyüm, Balayevlə vədələ dərdləşdiyim, xeyir duasını da aldım. Ona bir gözəl bir, mən Şeyx ailəsi böyümüşəm, mən bütün dəyərləri bilirəm. Fatihəmizdə qurub, Allahımızda Fatihəmizdə qurub. Və bunları da dedim, elədim və çox bir rahat yüngüllük tapdım və çıxdım bir daha Məkkədə gelmədim, gəldim.
Umulu, küsülü, yaxşı bağlarla dostluq eləmisiniz ki, 51 il bu gün də ailəvi getmisiniz. dost olmuşuq. Belə bir deyim var, yatanda yerimizi ayrı salmışıq. Özdə ki, mənim 4 film çəkmişəm, hamısının qəhrəmanı Rasim Balayev. Və ilk dəfə Rasim Balayev diplom filmində mən çəkmişəm. Hələ Nəsimiz adı yox idi. Diplom, mən Moskvada ikinci təhsil almışam və Moskvada bizdə qayda belədir ki, sən rejissor olmaq üçün mütləq diplom filmi çəkməlisən, 2 hissədən ibarət. Mənim kino rəhbərim olub Həsən Seyidbəyli. Və mən də Rasim Balayev məndən 3 kurs aşağıda oxuyurdu institutda, mən onu tanıyırdım. Və sonra da Rasim Balayev institutu qutarandan sonra tədris teatr vardı, qaldı orada işlədi. Özü çox xəstə idi, mədəsi onun problemi olub həmişə. Və ilk dəfə o 2 hissəli filmdə mən Rasim Balayev çəkdim. Moskvada mən filmi təhvil verəndə bütün mənim rəhbərlər, Gerasimovlar, Traberlər, Danielyalar, Tarkovskilər hamısı "Какой обаятельный актер, какой красивый парень." Və sonra elə oldu Nəsim filmində mən praktikant olası oldum. Ədil İskəndərov kinosunun direktoru, mənim müəllimim və mən həm də orada dərviş oynayıram. Baxmısınız Nəsim filmində? Əlbəttə ki. Və həm də Həsən müəllim, mənim kino müəllimi çəkir. Dedim, böyük bir filmdə, tarix filmdə həm də biraz təcrübə toplayım. Və onda hətta Türkiyədən aktyor çağırmaq istəyirdilər Nəsimiyə. Tixanovun namizədliyi vardı. Sonra kimlər Orta Asiyadan Kadoyev çağırmaq istəyirdilər. Dirəndim, durdum, dedim, yox, var. Həsən müəllim inandırdıq, sağ olsun, ruhu şad olsun. Həsən müəllim Azərbaycan kino sənətinin realistik məktəbinin əsasını qoyan Həsən Seyidbəyli. Bəli. Və İsa Hüseynov ruhu şad olsun, böyük dahi İsa Hüseynovun razı və əsas odur ki, Ədil İskəndərov və ən əsası da Heydər Əliyevdir. Baxan kimi kino sınaqlara dedilər, öz aktyorumuz bu da təsdiq olundu və mən də çox rahat oldum. Və sonra tərəf müqabil oldu. Mən dərviş oldum, o Nəsim oldu və s. Yəni ilk dəfə mənim diplom filmimdə ilk dəfə filmə mahnını Vaqif Səmədoğlu yazıb. Mənim diplom filmdə ilk dəfə mahnını Flora Kərimov oxuyub. Mənim filmdə ilk dəfə mahnıya, filmə musiqini Emin Sabitoğlu yazıb. Mənim filmdə ilk dəfə diplom filmi operator kimi Fikrət Əskərov çəkib və məndə ilk diplom. 5 dənə debüt eləmişəm mən bir filmdə. 20 dəqiqəlik filmdə. Gör kimlərdir. Vaqif Səmədoğlu, Emin Sabitoğlu, Flora Kərimova, Rasim Balayev, Fikrət Əskərov və s. Əbdül müəllim, dediniz ki, ailəvi dost olmusunuz. 51 illik dostunuz olubdur Rasim bəy sizin. 51 illik dostu itirmək necə bir hiss idi? Mən o 40 dəqiqə söhbətdən sonra barışdım və başa düşdüm. Mənə dedilər ki, sən ölən bizik o deyil, o axirət haqq dünyasında. Haqq dünya hələ biz yenə çirklərə batırıq, hələ intriqalar, qarşıdurmalar, söz söhbətlər, dalca danışmalar, güliyə güzarlar. O axirət dünyasındadır, haqq aləmdir. Biz hələ bu çirkli aləmdəyik. Allah bizi elə eləsin ki, çirkəba çox batmayaq. Allah bizə ağıl versin ki, heç olmasa axirət dünyasında bir normal bir simada gedək, normal bir sifətdə gedək. Mən düşünmürəm, qətiyyən Allahın işinə qarışa bilmərəm, estağfurullah. Və Balayev əslində dünyasını dəyişib. Balayev elə bir irs qoyub gedib ki, ömrü bu xalqın içindədir, heç yerə gedib. Axirət dünyasındadır, oradan baxır, görür, nədir. Şəxsi bizlə bölüşəcək xatirəniz olubmu onunla aranızda? Bizim demək olar ki, taliyimiz başdan ayağa xatirələr üstündə qurulur. Siz 51 illik dağda, dərədə, ölkələrdə, görüşlərdə, başqa sərharalarda, nə bilim, az, suz, gözəl görüşlərdə, keyflərdə filanlarda, gözəl tədbirlərdə, nə bilim, filanda bir yerdə olmuşuq. Yaxşısını da görmüşük, pisini də görmüşük, əziyyət, ac da qalmışıq, ölümlə üzə də qalmışıq ki, onun çəkilişi vaxtı. Real ölümlə üzə qalmışdıq. Elbrusda, Nalçikdə mənim o zadı çəkəndə, doğma sahilləri çəkəndə. Və xatirələr yada düşür, əvvəl köyrəlirdim, indi xatirələr yada düşəndə mən onları analiz edirəm və nəticələr çıxardıram. Heç ölüm ağlımıza da gəlmir, umüksü ağlımıza da gəlmir. Çünki bu kino elə bir mühitdir, qızım, o içində olmazsan, o səmiyyəti hiss eləyə bilmərsən. Kino bir ailədir, kino bizim ailəmizdir, kino mənim dədəm, mən həmişə deyirəm, mənim 2 dədəm var. Bir bioloji dədəm mənə ki, bir də kinodur, mənə hər şey verir. Mənim bioloji valideynim mənə heç bir şey vermir. Sadəcə bu dünyaya gətirir. Mənə hər şey kino verir. Və kino ustadlarım verir, müəllimlərim verir, xalqım verir. Vəssalam. Əbdül müəllim, aktrisalar, müğənnilər sizcə niyə soyunurlar? Vaqif dramasında belə bir epizod var. Xuraman gözü qayadan atdı. Qaça-qaça gəlirdi ki, Vaqif özünü qayadan atdı Xuraman. Orada Vaqifin bir sözü var. Buna müqəssirdir şübhəsiz zaman. O zamanın sınağından çıxmayan, yaxşı ailə tərbiyəsi görməyən, yaxşı böyük məsləhəti görməyən,
yaxşı üzr istəyirəm Azərbaycanın milli mənəvi dəyərini bilməyən oğlanlarımız da, botik eləyən oğlanlarımız da, hörük saklayan oğlanlarımız da, ondan sonrası Allah deyir ki, Quran-Kərim buyurur, Allah deyir ki, mən canı sizə əmanət vermişəm. Mənim əmanətimə xəyanət eləmək küfürdür. Onlar hamısı cəhənnəmliyirlər. O üzün, gözün, orasını, burasını şirlənlər. Allah onları da hidayət eləsin, ağıllı olsunlar. Sənətkar olmaq üçün mükəmməl sənəti əks eləmək lazımdır. Ora-buranı düzəlmən adam sənətkar olmur. Və mən onlara yaxşı mənada əxlaq, milli mənəvi dəyər və böyük sənətkar olmaq, ən azından məşğul oldular sahənin elmini öyrənsinlər. Musiqi savadlarını artırsınlar, söz, nitq mədəniyyətlərini artırsınlar ki, ora-buranın botik hesabına özlərinə özür istəyirəm, tamaşaçı tutmasınlar. Allah sizə can sağlığı Sağ olun. versin, sizi kinomuzun üzərindən əskik eləməsin. Başladığınız yolda sizə uğurlar arzulayıram ki, yenidən kinomuzu dirçəltmək istəyirsiniz. Sizdən bir xahişim var. Buyurun. Sizdən və sizin pavilyon yoldaşlarınızdan. Mən sizə bayaq dediyimdə kinostudiyyanın bərpası ilə bağlı. Mən sizdən bütün kütləvi informasiya vasitələrindən, o cümlədən də sizin saytdan da, internetdən də xahiş edirəm, bu məsələdə bizə aktiv surətdə kömək edin. Yəni ictimai rəyi formalaşdırın. Çünki kino çəkənlərin deyir ki, kino xalqın mənəvi sərvətidir. Əlbəttə ki. Kino Azərbaycanın milli mənəvi sərvətidir, salnaması, tarixidir. Ona görə hamı bu işdə səfərbər olmalı, temboli sizin imkanınız da böyükdür. Kütləvi informasiya vasitələri böyük bir silahdır və bunu silah ilə pişiklərə özünüz bilərsiniz ki, nədir. Amma ən azı gələcəkdə bir xalq dünyasında bir üzr istəyim, əlinizdə bir səhəbən deyin, valla vaxt deyən mən sənətimdən milli mədəniyyətimizə dəstək vermişəm. O sizi axirət dünyasında yaxşı aləmə, bərzaq aləmində yaxşı bir cənnətə doğru aparacaq sizi. Yəni, həm də ki, bu bizim mənəvi sərvətimizdir. Hamımız kömək edin, bütün kütləvi informasiya vasitələrinə səslənir və xahiş edirəm. Bu milli kinostudya Azərbaycan xalqının milli məbədgahıdır. Bu məbədgah sönməməlidir, bunun ocağı yanmalıdır. Çünki Azərbaycan xalqı indi müstəqildir. Dünyaya deyiləsi çoxlu sözümüz var. Nələrimiz, nə mədəniyyətlər, sivilizasiyalar, nə tarixlər yaradılmışıq. Tək Azərbaycan xalqının zərb məsələləri bütün dünyaya bəs eləyəcək qədər konstitusiya, qanun kitabı. Nohələrimiz, münacətlərimiz, bayatlarımız, deyimlərimiz, ağlarımız, mahnılarımız, musiqilərimiz, avazlarımız, yəni saymaqla qutarmır. Bəli. Və ona görə də sizi də bu işdə bizə dəstək olmağa səsləyirəm və olsuz da, olmasız da çox sağ olun, olsuz məsləhət. Böyük məmnuniyyətlə təşəkkür edirəm sizə bir daha. Var olun. Belə hörmətli tamaşaçılar, bugün bizim bucaqda Azərbaycan kinosundan danışdıq. Sağ olun, salamat qalın. Görüşərik.